Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Sizlərin hər birin baharın gəlişi münasibətilə təbrik edirəm. Sizə gözəl günlər arzu edirəm. Bugün gördüyünüz kimi Naxçıvanın məşhur cəviz çöçəsini hazırlayırıq. Cəviz çöçəsini hazırlamaq üçün əsas ərzaqlarımız cəvizdir, baş soğandır. Bunlar əsasən iç üçündür. Xəmir üçün un, çərək yağı, süd, qaymaq, yumurta, maya, şəkər tozu, duz. İlk növbədə xəmiri hazırlayırıq. Cəviz çöçəsinin asan yolla hazırlanma üsulu budur ki, birinci gün, yəni əvvəldən içliyi hazırlayıb soyuducuya yerləşdirəsiniz. Səhərsi xəmir hazırlayıb rahatlıqla çöçəni hazırlamaq olur. Yəni bunu işləyən xanımlar üçün, vaxtı az olan xanımlar üçün məsləhət bilirəm. Xəmiri hazırlamaq üçün ələnmiş unun üzərinə mayanı, duzu və şəkər tozunu əlavə edirik. Biz 1 kiloqram un götürmüşük. 1 kiloqram un üçün 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu və 1 çay qaşığın yarısından və yaxud çay qaşığı dolduqdan sonra onu belə barmaqla üzərindən gedib silə deyilir. Silə çay qaşığı, dolu çay qaşığı maya götürülərsə çöçə yaxşı alınmaz. Və duzu, şəkər tozunu və mayanı unun üzərinə əlavə edirik, qarışdırırıq. Sonra qalan ərzaqları, yəni yumurtanı, südü və xamanı, eləcə də yağı əlavə edib xəmir hazırlayırıq. Biz bir bütöv yumurta, 2 yumurtanın isə sarısını götürmüşük. Yumurtanı yaxşıca çalırıq, bura əlavə edirik. Xamanı və yağı da əlavə etdikdən sonra xəmiri yoğururuq. Cəviz çöçəsi əsasən bayramda hazırlansa da, ancaq demək olar ki, ilin hər vaxtında hazırlanır. Bütün bayramlarda, istər Novruz bayramı olsun, istər ilin digər əziz günlərində hazırlanır, sevilir və bunu tək Naxçıvanlılar yox, demək olar ki, cəviz çöçəsini sevənlər çoxdur və sevə-sevə də hazırlayırlar. Mən bugün geniş, ətraflı şəkildə çəkirəm videonu. İlk dəfə hazırlayanlar da, yəni bu videoya baxaraq mənim fikrimcə çox gözəl cəviz çöçəsi hazırlaya bilər. Xəmiri hazırlayıb bir kənara qoyduqdan sonra bu müddətdə, yəni xəmir 1 saat, saat yarım gəlməlidir. Bu müddətdə içliyi hazırlayırıq. İçlik üçün biz 800 qram baş soğan götürmüşük, yarım kiloqram cəviz. Cəvizi yüngülvari qovurmaq da olar, qovurmamaq da olar. Yəni bu vacib deyil. İlk növbədə soğanı robotdan keçiririk. Bu formada narın olmalıdır və yaxud ət maşınından keçiririk bunların hər ikisini. Soğanı tavaya əlavə edirik və odun üzərinə qoyuruq ki, buxarlansın, çox suludur, suyu uçsun, sonra ora yağ əlavə edirik. Yəni soğanı sıxıb suyunu mən atmıram. Cəvizi də biz üyütdük bu şəkildə. Soğan gördüyünüz kimi buxarlanır, suyu da çəkilibdir. İndi bura çərək yağını, ərilmiş çərək yağını əlavə edirik. Hardasa bir 150-160 qrama qədər yağ əlavə edirik. Bu hardasa 3 dolu yemək qaşığı çərək yağı deməkdir. Qarışdırırıq. Soğan qızılı rəngə çalan zaman biz bura cəvizi də əlavə edirik. Bundan başqa bura duz, istiot, sonra sarı kök, eləcə də qızılgülün qurumuş ləçəklərinin ovuntusun, bir də sarı çiçək, yəni çağalagül deyilir buna. Yəni bəzən buna zəfəran da deyirlər, amma o zəfəran deyil, çağalagül və yaxud da ki, sarı çiçək də deyilir. Bunlardan əlavə eləyəcəyik biz içliyin içərisinə. Sarı kökü əlavə edirik əvvəlcə.
Sonra soğan qızıl rəngi artıq çalır və bura biz üyütdüyümüz cəvizləri əlavə edirik. Cəvizin bişib qızarmağına ehtiyac yoxdur. Sadəcə oddan götürmədən qarışdırırıq ki, yağlı soğanla qarışsın. Bura o qızılgül tozunu və çağlagül də əlavə etdik. Eyni zamanda duz əlavə edirik. Mən bura 1 çay qaşığı duz əlavə etdim. Yarı çay qaşığı qara istiot əlavə etdim. Ədviyaları zövqə görə əlavə edirik. Demək olar ki, bizim içliyimiz də hazır oldu. Qarışdı, tam bir-birinə qarışdı. Mən bura 1 çay qaşığı nar şərab əlavə edirəm ki, bu ölçüdə yoxdur. Yəni, bunu mən özüm belə əlavə edirəm. Çox gözəl alınır. Bunu kimsə istəsə əlavə edər, istəsə əlavə etməz. Yəni, əlavə edərkən yaxşı alınır. İçliyimiz hazırdır. İçliyimiz soyuyana qədər biz xəmiri hazırlayırıq. Yəni, kündələri hazırlayırıq. Kündələri hazırlamaq üçün xəmiri əvvəlcə 2 yerə böldük. Bir hissəsini 50 qramlıq hissələrə ayırırıq, bölürük ki, kündələrimiz 50 qramlıq olsun. Məsləhətdir ki, çöçələrin, kündələri mütləq ölçülsün. Gözəyarı da olsa eyni ölçüdə olsun. Çünki bu çox gözəl görünür süfrədə. Bunu yəni zövqə görə bir qədər kiçik, yəni 45 qramlıqda kündə hazırlamaq olar və yaxud 55 qramlıqda kündə hazırlamaq olar. Biz 50 qramlıq hissələrə ayırdıq, sonra kündələri hazırlayırıq. Kündələr hazır olub qutarandan sonra mütləq 15 dəqiqə gözləməlidir ki, bu mütləqdir. Tez açan zaman, yəni içlik qoyulub büküldükdən sonra o açıla bilir, ağzı açılır. Yəni, istənilən formada çöçəni almaq olmur. Ona görə də o bəzi qaydaları var ki, onlara mütləq əməl etmək lazımdır. Kündələri hazırlayırıq, üzərləri örtürük və 15 dəqiqə bu şəkildə qalır. 15 dəqiqədən sonra artıq kündələr gəlibdir və götürüb açırıq. Hardasa şəkərbura xəmiri kimi, kündələri kimi o formada açırıq və bir-birinin üzərinə yerləşdiririk ki, sonra hamısını bir yerdə içliklə dolduraq. Yəni, bir-bir açıb içini doldurmuruq. Açırıq, üst-üstə yığırıq, sonra növbə ilə içlik qoyub çöçələri hazırlayırıq. Biz bu şəkildə açdıq xəmirləri. İndi içliyi yerləşdiririk xəmirin içərisinə. Hardasa 2 dolu çay qaşığı bura içlik əlavə edirik. Sonra yanını bükürük. Eyni bu işləmlər şəkərburada olduğu kimidir. Şəkərburada necə ki hazırlayırıq, düzürük bir-birinin yanına, sonra yanını naxışlayırıq, bükürük. Eyni bu da onun kimidir, ancaq bu bir o qədər səy göstərməyə gərək yoxdur. Biraz cana deməli bükürük, naxış vururuq yanına, bükürük. Çünki bu mayalı xəmirdir, yumurta da vururuq bunun üzərinə. Bu, yəni şəkərburadakı qədər diqqət lazım deyil. Yəni 3 yumurtanın sarısına 3 damcı tut doşabı əlavə eləyirəm. Bunu edən zaman rəngi çox gözəl olur. Yəni bunu ancaq ona görə vururuq. Sonra yumurtanı çöçələrin üzərinə yaxırıq. Bir qat yumurtanın sarısını çöçələrin üzərinə vurduqdan sonra ikinci dəfə də o harda solğun yerlər varsa, ora bir də yumurtanın sarısını vurmaq olar. Bundan sonra çəngəllə hardasa hər çöçəni 2 yerdən deşirik və
Şəkərbura naxışlayanla 1, 2, 3 yerdən, yəni zövqə görə naxış vura bilərik, vurmaya da bilərik. Yəni bu vacib deyil. Vacib odur ki, çəngəl batırılsın. Sonra əvvəldən isitdiyimiz 180 dərəcədə sobaya yerləşdiririk. Orta hissəsinə yerləşdiririk. Bişmə müddəti hardasa 25 dəqiqə qədər çəkir. Artıq demək olar ki, bişməyə yaxınlaşıb. 2-3 dəqiqədən sonra bu şəkildə bişib, qızarıbdır. Gördüyünüz kimi çox gözəl çöçələr alınıbdır. Siz də hazırlayın. Yəqin ki, çoxlarınız hazırlayırsınız. Hazırlamayanlar da hazırlasın. Belə bir gözəl, ləzzətli çöçənin dadını görsün. Əsasən belə gözəl Ramazan ayında iftar vaxtı, sahur vaxtı çox yerinə düşür. Qarşıdan Ramazan bayramı gəlir. Bu bayram, bu ay münasibəti ilə də hamınızı təbrik edirəm və neçə bayramlara çatmanızı arzu edirəm. Sağ olun, yeni videolarda görüşənədək.